Salam hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka Ateliyyəsində dərzi hazırlıq dərslərimiz davam edir. Bugünkü videomuzda əsasən sizlərə iki fərqli sənaye tipli tikiş maşınları haqqında məlumat verəcəm. Dəyərli müəllimlər, ilk maşınımız Almaniya istehsalı olan Textima 8515-700 sinif maşınıdır. Deməli, bu maşınlar əsasən iki tikiş növü yerinə yetirir. 2 saplı bərkici tikiş və 3 saplı ilməkləmə tikişini. Maşının tətbiq sahəsinə nəzər yetirdikdə isə əsasən yüngül qadın və uşaq üst geyimlərinin hazırlanmasında istifadə olunur. Sürətinə nəzər yetirdikdə isə bu maşın 7500 dövr dəqiqədə işləmə gücünə malikdir. Tikiş addımı 1,6 mm-dən 3,22 mm-ə qədər dəyişilə bilir. İlməkləmə eni maksimum 5 mm, parça qalınlığı isə 3 mm-ə qədərdir. İynə tipinə nəzər yetirdikdə isə əsasən B27 markalıdır. Nömrələri isə 70 və 80 nömrə arasında dəyişilə bilir. Mexanizmləri isə əsasən 2 iynə və 3 ilmələyici ilə təchiz olunmuşdur. 2 diferensial tamasası var. Deməli, qabaq tamasa, yığma və dartma üçün nəzərdə tutulub əsasən. Bundan başqa isə qayçı tipi bıçaq sistemidir. Mərkəzləşdirilmiş yağlama sistemi mövcuddur. Ventilyatorla soyudulan katerlərə malikdir. Və idarə sisteminə nəzər saldıqda isə sol pedal maşını işə salır, sağ pedal isə dabanı qaldırır. Maşın sənaye stolunda quraşdırılıb və stolun hündürlüyündə tənzimləmək mümkündür. Digər maşınımıza nəzər yetirdikdə isə əsasən bu Dokimo 816 DD4 maşınıdır. Bu maşın da Yaponiya istehsalıdır. Bu maşında 2 tikiş tipini yerinə yetirə bilir. Əsasən 2 saplı bərkici tikiş və 3 saplı ilməkləmə tikişini. Tətbiq sahəsi isə daha genişdir, yəni digər maşına baxanda daha genişdir. Əsasən qadın paltarları, uşaq paltarları, ondan sonra kişi köynəklərinin, trikotaj məmulatlarının hazırlanmasında geniş istifadə olunur. Sürəti 6500 dövr dəqiqədir. Tikiş addımı 4 mm-dir. İlməkləmə eni 3,2 və 6,3 mm-ə qədər ola bilir. Paralel tikişlər arasındakı məsafə 3,2 mm-dir. Ümumi tikiş eni isə əsasən 6,4-dən 9,55 mm-ə qədər dəyişilə bilir. İynə tipi isə əsasən DC-X27 növünə məxsusdur. Yəni bu markada ilə Yaponiya istehsalıdır iynə nömrəsi. Mexanizminə nəzər saldıqda isə əsasən 2 iynə, 3 ilmələyicidən ibarətdir. 2 diferensial taması ilə təchiz olunub. Yenə qabaq tamasa, yığma və dartma üçün nəzərdə tutulub. Elektromaqnit sap kəsici qurğu ilə təchiz olunub və dişli çaxlı nasosla işləyən mərkəzləşdirilmiş yağlama sistemi mövcuddur. Və beləliklə hər iki tikiş maşını yüksək keyfiyyətlə tikiş üçün nəzərdə tutulmuşdur. Əgərlərim yüngül geyimlərdən istifadə edilərsə Textimadan, əgər daha geniş çeşidlərdə geyimlər hazırlanma məşğul olursunuzsa, Doki markası daha üstün imkanlara malikdir. Sonda isə izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Əgərlərim hər hansısa bir sualınız olarsa şərhlərdə qeyd edə bilərsiniz təbii ki. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın müəllimlər.